Hər kəsin soyuducusunda olan ərzaqlarla hazırlana biləcək çox ləzzətli rulet resepti paylaşıram sizlərlə. Hazırlanması üçün bizə 5 ədəd yumurta, yarım stəkan şəkər tozu, bunları yaxşı mikserdən keçiririk yumurta rəngin ağarana qədər və üzərinə yarım stəkan su əlavə edirəm. Yenidən mikserdən keçirirəm. Onun da üzərinə yarım stəkan un, vanil və qabartma tozu əlavə edib yenidən mikserdən keçirirəm. Hamısını mikserdən keçirdikdən sonra isə yağlı kağızın üzərinə əlavə edib 12-15 dəqiqə arası sobada 200 dərəcədə bişirirəm və hazır olduqdan sonra isə yağlı kağızdan isti-isti ayırıb rulet forması verirəm və içərisinə istədiyiniz hər bir şeyi əlavə edə bilərsiniz. Mən qatlaşdırılmış südlə içərisini doldurdum. İstəsəniz cem, mürəbbə, hətta şokolad yağı da sürtə bilərsiniz. Bizdə uşaqlar bu ruleti qatlaşdırılmış südlə sevdikləri üçün mən içərisinə həmişə demək olar qatlaşdırılmış süd əlavə edirəm və rulet formasını verdikdən sonra üzərini pudra şəkəri ilə bəzəyirəm. Dadını isə nə qədər tərifləsəm azdır. Yəni heç bir şirniyyat mağazasından belə ləzzətli rulet ala bilmərsiniz. Mütləq bu reseptlə bu ruleti hazırlayın, nuş edin, dadını çox bəyənəcəyinizə əminəm.